Mən Əbdülisayevin təqdimatında avtomobildə rubrikasına baxırsınız. Bir saat çəkilişə yubanmısan və gəlib indi bəzənirsən. İlk gələndə yıxıldın, dalınca başladın ağlamağa. Nə oldu? Yəni hansı reytinq verir? Etiraf edim ki, çox böyük reytinq verdi. Belə hönkür-hönkür ağladığım yadıma düşmür. Səsləri yoxdur. Ayaqdan yalandan daş atırsan, amma daş ünvanına çatmır. Hamı deyir ki, o qədər var, amma heç kim də özün o siyahıda Yox, görmür. mən deyə bilərəm. Ay imkan vermir, deyim, da imkan ver. Şəbnəm Tovuzlunun ad günündə Alim Qasımovla Şəbnəm Tovuzlu oxuyanda vallahi mən az qalırdım stolun altına girəm. Ay yerin, ay bizim əlli. Çox deyə hansının bir adını mövzuda çəkim? ad çəkilmirsə, o mövzu mənim üçün məqbul deyil, kəsib atıram. Siz bayaq söz dediniz ki, evlənmək məsləhət deyil. Sonra sevgi qalxıb qoyurlar rəfin başına. Valideynlərinizə olan sevginiz ölər. Ölən sevgiləri isə əsl sevgilər deyil. Qəpik yığmısan sən. O bütün qəpiklər. Ya banka bağlayıb atırlar heç nə eləmirsən. Nə qədər yığmısan? Çoxdur. Gəldim kassamı açdım. 18.000 dollar içində pul var idi. Keçmiş həyat yoldaşın nə qoydu getdi sana? Allah bərəkət versin. Gəncəyin götürdü, çıxdı, yoxsa özü ilə apardı? Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Hər vaxtınız xeyir, Mağazin Pulsun daimi tamaşaçıları, mən Əbdülisayevin təqdimatında avtomobildə rubrikasına baxırsınız. Bu həftə qonağım gözəl xanım Səbinə Selcandır. Səbinə, xoş gördük, necəsən? Bəzənirsən deyəsən. Vaxtın yox idi, bəzənib gələsən. Bir saat çəkilişə yubanmısan və gəlib indi bəzənirsən. Dostlar, inanırsınız da, Çəkilişə heç xəbərim yoxdur çəkilişdən bu arada. Pomada çəkim. Vay, çəkilişdən xəbərin yox idi. Bir həftədir danışırıq. İndi gəlib ki, xəbərim yoxdur. Güya məni xəbərim yoxmuş kimi çəkinə. Necə işlər? Sağ olsun, necəsiz? Sağ ol, Çox yaxşı, şad sağ ol. oldum. Necə gedir? Allah, mükəmməl. İlk gələndə yıxıldın, dalınca başladın ağlamağa. Nə oldu? Yəni hansı reytinq verir? Deməli, bir neçə müddətdir yox idi. Yoxlayırsan da. Gör hansı reytinq? Etap Hansı reytinq yoxlayıram. Deməli, belə deyim, yıxılmaq etiraf edim ki, çox böyük reytinq verdi. O bilinçli şəkildə əgər bunu etmiş olsaydım, yəqin ki, böyük bir Yəni tamaşaçılarımız da bilir ki, söz söhbətə zorla boynuma qoyurlar. Ay millət. hamı Gəbir, bilir ki, bir dəqiqə, bir özün dəqiqə, bilərəkdən bir dəqiqə. yıxılmısan Bir da bunu. dəqiqə, ay Allah. Ay Allah. Bir dəqiqə daha başqa cürə fikirləşmişəm o günləri. O qədər and içdim, olmadı. Allah'a and içdim, olmadı. Anama and içdim, özümə and içdim. Daha bilirsiniz necə az qaldım saçlarımı yolam. Olmadı. Deyirlər ki, Diqqət. belə bir söz var da, deyirlər ki, yalancı insan daha çox and içir. Yox. Diqqət. Deməli dostlar. Çoxdan da yox idim. Sabina Selcanı necə yenə diqqət mərkəzinə gətirib qoyacağımı düşündüm, taşındım. 3 gecə, 3 gün ac qaldım ki, Ay o maşallah. 5 mərtəbəni yuxarı çıxanda istər-istəməz təngi nəfəs olur axı adam. Aha. Verilişə də Nəfəsi- çıxanda, işıq vuranda başım gicəllənsin, yıxılım. Başqa yolum yox idi. Çünki başqa cürə yadda qalam. Yəni bununla yadda qaldın, doğrudan yadda qaldın. Hə, yadda qaldım bundan. Hə, onunla peçat vurdun və Hə, başladın efirlərə çıxmağa. Sonra gördün ki, bu yavaş-yavaş zəifləyir. Haçan Başladın ağlamışam. ağlamağa. Haçan ağlamışam. Mən ağlaya bilmirəm. Mən normal hallarda həqiqətən də Sən ağlaya bilmirsən. yox. Mən ümumiyyətlə belə hönkür-hönkür ağladığım yadıma düşmür. Düzdür, qəhərlənə bilərəm, boğula bilərəm. O da ancaq alə. Narahat olma, ağlayanlarımız çoxdur. Yalandan. O da niyə ağlayırlar? Mən sənə deyim. Kimdir söz atırsan, belə Səsləri yoxdur. ayaqdan yalandan daş atırsan, amma daş ünvanına çatmır. Çatır valla. Yox, çatmır. Çoxdur ağlayanlar belə. Valla Səbinə, sənə bir söz deyim, tam səmimiyyətimlə. O gəlib çıxıb danışır. Ay ağlayan çoxdur, nə bilim, falan şey çoxdur, səsi olmayan çoxdur. Heç kim üzərinə götürmür. İnan mənə, heç kim üzərinə götürmür. Amma sən desən ki, filan kəs oxuya bilmir, artıq tamaşaçı da biləcək. O qədər var O adam ki. özü o qədər kimdir də? Hamı deyir ki, o qədər var, amma heç kim də özün o siyahıda Yox, mən görmür. deyə bilərəm. Məsələ belə Sən oxuya bilirsən? əlbəttə ki, oxuya bilirəm və Yəni özünü o siyahıda görmürsən. yox, çünki bunu Vallahi bu sualı kimə verirsən? özümə Vallahi billahi bu sualı kimə verirsən, deyir ki, o sual mənə aid deyil. Mən oxuyuram, mənim səsim var, sənətim Yəni var. ins- Kimdir bəs onlar? ay imkan vermir, deyim, da imkan vermir. Deməli,
Demirsən? Bax məsələ, elə oxuyanlarımız var ki, bəzi zamanlarda stressə düşürlər. Öz güvənləri mi kaybolur türklər demişkən, bilmirəm necə sistem. Məsələ, Şəbnəm Tovuzlunun ad günündə Alim Qasımovla Şəbnəm Tovuzlu oxuyanda vallahi mən az qalırdım stolun altına girəm, heç də uğurlanmadı. Amma Şəbnəmin sənəti var belə götürəndə, düzdürmü? Belə pis çıxmasın. Məsələn, Şəbnəm özündən deyə bilər ki, mənim sənətim var, mən oxuyuram, amma sənətini sənətkarın yanında göstərə bilmədi. Necəsiz Tural? Nə var, nə yox? Bizim Özüm də Tural mən oxşadı. ustadı. Bu səndən başlayım. Koftasında mən xahiş edir ki, mənə bayaqdan xahiş edir ki, nə olur, elə geyinək ki, dəst olun. Özüm mən oxşadı. Kakra siz də biz də dəst. Xəbərim yoxdur. Mən də özümü sizə oxşatmışam. Mən avtomobilə baxmamış, sən birbaşa diaqnostik eləyəsən avtomobili. Səbinə təzə almısan da, xeyirli olsun. Kim aldı? Hədiyyədir, hədiyyə. Bilirəm də, ona görə İllərin soruşuram. sənətkarıdır. Bu maşının 2025-ci ildir. Ona görə hədiyyə 1.5 edir mühərriki ilə də. təsis olunur. İllərin sənətkarı 130-150 at gücünə sahibdir. İnan xəbərim. 1.5 atmosferli mühərrikdir. Bəli, 4 litr 5 litr həcm yağla tutur. Çox sərfəli, qənaətçil bir avtomobildir. Bir dənə bir söz deyim. Maşının qiyməti neçədir? Soruşuram ki, maşının qiyməti neçədir? Məsələn, indi görüm ki, mənə nə qədər dəyər verib. 50-60 min. Ən azından 50 min plusdur. Adamsın. Adam kimi adamsın. Adamsın. Ay yeri 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 yerin ay bizim elli. Yeri 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 yerin ay bizim elli. Canım sənə qurban şirin dilli. Sevirəm balam. Eyda. Yox, səs var imiş. Var. Testdən keçdim. Bəli, səs var imiş. Allah. Buna görə də rahat-rahat danışa bilərsən. Allah sənə Kimin şükür. haqqında istəyirsən danışa bilərsən, amma ad çəkmək şərti ilə. Səbinə, ad çəkmək şərti ilə. Çox deyil, hansının bir adını mövzuda çəkilmə? ad çəkilmirsə, o mövzu mənim üçün məqbul deyil. Kəsib atıram. Səbinə, gizli mesajlar nədir belə? Səfinə xanım düşdü şoka. Bəlkə Gördü, Tural gördü, mən görmədim, Tural gördü. Yazmış ki, sizi çox sevirəm, gec gələcəksiniz. Belə bir mesaj var. Burada deyil vallahi. Düz sevirəm var, düzdür. Gec gələcək sizdən. Evə gec gələcək. Səbinənin həyatında bir bəy var. Var. Heç vaxt mən artıq belə deyim, yəqin ki, bundan sonra evlənmərəm. Çünki evlilik aşkı öldürürmü desəm, dostluğa mı çevirir desəm, evlilik elə bil ki, nə bilim, evləndin ondan da. Səbinə, sən nəyi təbliğ eləməyə çalışırsan? Mən evlənmərəm, evlilik aşkı öldürür. Bizə tamaşaçılar baxır, gənc xanımlar baxır, gənc bəylər baxır. Bu nə deməkdir? İcazə versiniz sizə bir sual verim. Buyur. Siz bayaq söz dediniz ki, evlənmək məsləhət deyil. Sonra sevgi qalxıb qoyurlar rəfin başına. Hə. Mən indi sizə bir dənə sadəcə sual vermək istəyirəm. Sizin valideynlərinizə olan sevginiz ölər. Deməli, əsl sevgilər ölmür. Ölən sevgilər isə əsl sevgilər deyil ki. Yox, onun evliliyi adiyyəti yoxdur ki, qurban olum. Niyə ki? Bəzi insan Bir dənə sual verirəm. yox. Övladınız var. Var. Allah saxlasın. Ölüb sizə övladınız olan sevginiz. Yox. Bəs hansısa bir oğlana həyatınızda olacaq Yəni insana demək niyə sevginiz istəyirəm, əgər- ölməlidir? Deməli, əsl sevgilər ölmür. Ölən sevgilər əsl sevgilər deyil. Orada hardasa bir boşluq var. Qəbul 100%, edirsiniz? 100%, 100%. Bəli, əlbəttə. Keçək Keçək avtomobilin avtomobilə, başında nə işi Tural. var? Keçək avtomobilə. Mən avtomobilə. avtomobilə baxdım. Deməli, sizin avtomobildə bu avtomobillər əsasən olaraq istehsalçı tərəfindən bu cür buraxılışda belə deyilir ki, kitabında belə yazır ki, siz ən azından avtomobili 100% zaryatkada saxlamaq olmaz və 14-15%, 20%-dən aşağı zaryatkada da yenə də saxlamaq olmaz. Sizdə bir dəfə zaryatkanın bitməsini göstərib. Ona görə də batareyalar yəni bütün detallar, bütün elektronika hissəsi o batareyadan qidalandığına görə, sizdə də zaryatka aşağı düşdüyünə görə bütün səhvlər, parametrlərdə səhvlər verib. Onlar ciddi bir səhvlər sayılmır, qəbul etmirik onu. Çünki zaryatkanın az olmağından irəli gəlib. İnşallah ki, siz bu avtomobili vaxtında şarj etsəz, o cür problemlərlə qarşılaşmayacaqsınız. Bəxtəvər başlayır, qəşəng maşın var. Ay, çox sağ ol. Təşəkkür edirəm. Bəxtəvərliyi gördüm. Çox yaxşı. Tural, sənə də təşəkkür edirəm. Çox sağ ol. Təşəkkür edirəm. Səbinə, avtomobildə nə saxlayırsan ümumiyyətcə? Avtomobildə əslində mən çox şey saxlamıram. Sadəcə hobbim olan. 700 manat. Allah mənə getir. Yoxdur. Sıfır. Yaxşı ki varsan. Şəkərim, tatlım məndən gedə bilməsə. Gedə bilməzsin. Nəfəs səni sevir.
Bir də sənə Nəfəsim. Nəfəs. Nəfəs. Müğənni nəfəs yazıb. Yox. Hə. Nəfəs. Nəfəsim söz ver, bir də sənə yalan yox. Söz verirəm. Yalan danışırsan. Yox, Bu yox. qədər yalan danışansan. Elə yazılıb qurban olum. yazılıb, Deyir ki, yalan yoxdur. Deyir ki, bir yox. söz ver ki, bir də sənə yalan yox. Bu nə ümumiyyətcə şeylər? Küsən vaxtlarımdır da. Niyə başa düşmürəm? Bu nə deməkdir? 15-16 yaş uşaqların yazacağı bir Gül hər gülün yanında gəlib də. qəpiklərinə bax hələ sən. Evdə daha çoxdur. Qəpik yığmısan sən. Oo, bütün qəpiklər. Ya banka bağlayıb atırlar heç nə eləmirsən. Nə qədər yığmısan? Çoxdur. ən çox? Bir dəfə pulum qurtarmışdı. Aha. Evdəydim bu karantina dövründə. Pandemiyada. Hər kəsdə olub, yəni məndə də olub. Bankanı açıb qəpikləri istifadə elədiyim dövr. Deməli dostlar, o zamanlar bilirsiniz ki, biraz vəziyyət çətin idi. Kassa yığırdım çoxdandır. Aşağı düşməliyəm marketə. Qəpikləri götürdüm. Valla indiyə qədər yadımdadır. 1000 TL-yə yaxın ora pulu ilə. Qəpiyi sonra gəldim dedim, mən bu kassam dedim, əməlli başda dedim bir Ağırdı. şıqqıldayır, ağırdı. Bu nədir məsələ? İnanın səmimiyyətimə ki, gəldim kassamı açdım, 18.000 dollar içində pul var idi. 18.000 dollar. Hə, vallahi. Ay, maşallah. Mənim bütün Ya, bütün karantin dövrünü idarə elə. qəpi. Ya, Arkaya da baxa bilərik. Qızılın yoxdur Səbinə. Qızılım var, burada yoxdur. Burada məsələ saatlarım var ki, Qızıldır Səbinə. bəli, Kim alım? özüm. Neçəyə qiyməti neçə? Valla bunu 6.000-ə neçə salmışdım yadımda. Manat dollar. Dollar təbii ki. 6000 dollarlıq Səbinənin saatı. O hələ də bilənlər Bunu- bilir. Hədiyyə elə bilərsən? Qurbandır. Bax Səbinə deyir ki, Modası qurban. keçib bu şey. Qurban. Əsas qızıldır. Qızılını satmaq olardı. Qızılını çıxarsa Bilmirəm, nə qədər zaten bu olacaq? xanım üçündür. Qolma taxası deyiləm ki. Bax Səbinə bunu hədiyyə elədi mənə. Qoyuram cibimə. Allah xoşun olsun. Ümumiyyətlə çox Səbinə, səliqəli bir insan. Avtomobil də doğrudan belə səliqəli saxlayırsan. Yox, Gəl evdə belədir. saatını verim. Sonra elə bilərlər ki, Ya, doğrudan apardı. Yəni həmişə belə təmiz saxlayırsan, Həmişə yoxsa belədir. bura çəkilişə gəlirdin deyə özənliklə əl gəzdirmisən? Yox, qətiyyən. Əgər əl gəzdirmiş olsaydım maşını təmiz yuduzdurardım. Görürsüz ki, bax yolmur da. Pul qabında elə böyük pul da yox idi. Bəzi sənət yoldaşları məsələn gəlirlər, pul qablarına özlərində olmayanda da ondan bundan borc alıb yığırlar, doldururlar ki, yəni mən bahalı müğənniyəm. Sən bahalı müğənni deyilsən, Səbinə? Çox ucuz görsənir. Ehtiyac yoxdur. Mən istəsəydim ora 20.000 dollar 2 paçka qoyardım. Mən istəsəydim o bahalı brilliantlarımı düzərdim. Mən istəsəydim ki, bu maşınla deyil, ən azından o birisi maşınla gələrdim. Evim, şəraitim orada, işim orada olduğuna görə özüm buradayam. Burada mənə nə bəsdirsə. Bizneslə məşğulsan orada. Nə bizneslə məşğul? Hə, heç nə ilə. Elə belə yeyirəm, yatıram ayağımın üstə qoyuram. Eşitdim ev alıb satırsan orada. Yox. Məsələ öncədən bizim şirkətlərdə belə bir şey var idi. Əslində alıb satmaq söhbəti deyildi. Böyük məsələ tikinti var idi. Tabii mən ayrılandan sonra tikinti də getdi. Neçədən ev satdın, yaxşı? Mən o işlərlə məşğul deyiləm. Keçmiş yoldaşımın işləri idi. Yəni işlərinin belə deyək, şirkətin bir qolu idi o da. Hə, sən aparırdın o işləri. Yox. Mən xanım kimi yeyib içib gəzirdim. İndi nə qoydu keçmiş həyat yoldaşın, nə qoydu getdi sənə? Allah razı olsun, Allah bərəkət versin, onu deməzlər. Ay. Pəncəyin götürdü, çıxdı, yoxsa özü ilə apardı? Yox, pəncəyini yarısını kəsdi, belə ortadan. Dedi ki, yarısı məndə qalsın, yarısı səndə. Mənim bir qolum üşüyəndə sənin də bir qolun üşüsün. Bəs deyirsən ki, mən xanım kimi yeyib içib gəzirdim. Bəs niyə kişini göndərəndə kişinin varidatının yarısını saxladın özünə? Elə lazımdır da. Səbinə, sonda bir daha sənə təşəkkür edirəm. Çox sağ ol, minnətdaram. Mənə fikir verməyin, evlənin, xoşbəxt olun. İnşallah evladlarınız olsun. Biz də gələk toylarda, nişanlarda bəh-bəhlə çıxış edək. Hər zaman xoşbəxt olun. Heç kimə fikir verməyin. Kim nə deyir desin. Bizim
Yəni Məncə də ən əsas müğənnilərə heç kim fikir verməsin. Sizlərlə də sağollaşıram.